Allahın yaradıcılığında hər rəngin və həyatın möcüzəsi, yer üzündəki hər rəng, hər forma, hər nəfəs Allahın möcüzəli yaratmasının bir işarəsidir. Hər detalda dərs var, hər görünən şey insanın qəlbinə sakitlik və hikmət verir. Dərindən bax, düşün və hiss et. Hər an sənə verilmiş bu möcüzə Allahın sənə olan sevgisinin bir təzahürüdür. Quran, Nəhl surəsi ayə 13. Yer üzündə rəngarəng şeyləri də Allah yaratmışdır. Öğüt alan toplum üçün burada dərslər var. Yer üzündə olan hər şey, bitkilər, heyvanlar, minerallar, meyvələr, çiçəklər və digər varlıqlar müxtəlif rənglərə və formaya malikdir. Bu müxtəliflik, gözəllik və rəngarənglik təsadüfən yaranmayıb. Bu, Allahın hikmətinin və yaradışının bir nişanəsidir.